Güzel şeylerden diye soruşsanız ki Hazret Ali kimdi? Her savaş meydanının tekse pehlivanıydı. Resul'un en sevimli dostu mehribanıydı. Rabbi çok sevdi onu, Allah'ın aslanıydı. Tanrı'nın fəxriydi, zürrəti Hazret Ali'nin. Uzaq tutdu bəşər qeyrəti Hazret Ali'nin. Yetimə kimsəsizə hər zaman oldu o pənah. Elmin ondadır qapısı, belə buyurdu Resulullah. Bitməz İslam'a olan xidməti Hazret Ali'nin. Haqqa doğru aparar ümməti Hazret Ali'nin. Xeybərin qapısını tək qolda yıxan. Meydana girəndə şimşəklə yıxan. Küfrün təməlinə ol vurub yapan. Haqqın gücülməyən yoludur Əli. Cənnətə aparan yoludur Əli. Savaş meydanında benzersiz aslan, məzlumun önündə müayim insan. Ondan dərs götürmə, qeyrət, şərəf, şan. Dünya malın atıp haqqısı sənin. İslam yolunda canlısı sənin. Gecələr Küfədə hər kəs yatarkən, ulduzlar göylərdən uğrup satarkən, bir insan gəzərdi tənha xəbərsiz, çeynində ruzi yükür, səssiz, səmirsiz. O İslam mülkünün rəhbəriydi, dünyanın en büyük rəhbəriydi. Ama öz sürəyin quru yerdi, məzlumlar az ikən, mən top olur, deyərdi. Yetimler atası kimsəsiz pənah, ona şahid idi uca bir Allah. Beytülmalı beraber böldü hər kəsə, baxmadı nə qaza, nə mülkə, nə səsə. Qılıncı kəsərdi zülmün başını, gözler yaşları silerdi yetim yaşını. Taxt tacın eşkinə uymadı heç vaxt, ədalət mülkündə uzatdı bir taxt. Tarixlər unutmaz belə rəhbəri, haqqın, ədalətin parlaq cövhəri. Əli tək bir insan gəlməz dünyaya, onun ədaləti bənzər dəryaya. Məndən də bu qədər.